Salam Ayaver usta. Salam ay Murad. Ayaver usta, gəl nədir bu quzu ciyarını düzmüsən bura? Bildiğin qaydada hər gün siveç ciyar gəlir. Bunun lehlərinə baxın. Görürsən bax Yeməyi indi yeyir. gəlir bax. Ciyarın hamısı gəlir bu qaydada. Bu ciyar nağarır. Demək ciyar belə gəlir. Bizdə kötdə döyülür pişir. Ondan sonra istəyirsən kababın, istəyirsən quyruq ciyar, istəyirsən xan kabab. Bu işlər var. Hələ Varsa buna beldi Ayaver usta, belə bax. Beli yağla bax. Belə bir şey yoxdur. Asatın bağlı. Bu nədir? Görürsən qanunu peçat üstündə hər bir şey. Mənim bu yaşım. Allah sana bunlar saxlayır da, heyvan saxlayan adam saxlayır ki, bunu yağbər üstə. Belə gözəl belli hara gəlir yağbər üstə. Gördün mü bax, bax. Sağ ol, hələ belə baxmaq. Mənə bugün səhər-səhər yatmışdım, bir də baxam saat 8-də mən al yağbər usta. Sudaq çıxdı dənizdən, hardan? Dənizdən deyirlər nədir? Küldən çıxıb lan biri. Mingəçevirdən. Ayaver usta, bunlar sezon gəlməmiş gətirmisən balıqları. Bax. Parıldayır balıqlar Bax, bax. təmizdən bax indi gəl, buna bax. Sudaqda bax. Gəlirsən yağbər ustanın yanına. Bax, sudaqda görürsən. Qıp-qırmızı xına kimi vursan yağda. Ürəyin istəyirlə, ürəyin istəyirlə əmcək yağına pişirsən. Nə istəyirsən, ham belə ki, mülkizatması gözəl. Mən də başlamışam sudaq gətirməyə. Ham belə ki, sazan balığı var mənim yanımda. Sazan balığını gətirince bir qayb belə, küldə sazan balığı olur, yox, və küldə də sazan balığı olur. Və külün suyun düzəldilər, gəl görüntüsündən keçir, o da otlardır. Sudaq balığı var, sazan balığı var, bütün qazan yeməklər var, kebablar var. Gördünüz də belə. Satın deyim buna bax, belə bir şey yox deyil. Harada olur? İşte hamısı yağbər ustanın yanında. Çox sağ ayaqlar, Gərs Bərdələr, Şahbəllər kəndində ziyanı sollarsa yağbər ustanın yanında. Gözəl bax, hər ilkində canlımız qoy, gəl bax, gözəl bir yeməklərdən yeyib içirsiniz. Çox sağ ayaqlar.